6 dekabr 2023-cü il Bakıda Film Towers'da keçirilən bir tədbirdə gördük bir-birimizi. Amma bizim hekayə ilk baxışdan heç kimdən yox, kiçik bir gərginlikdən başladı. Tədbirdə xüsusi qonaqlar üçün ayrılmış yerdə səhvən oturmuşdu. Mən də ondan qalxmasını xahiş etdim. O isə əslində sizin üçün qalxardım, amma qalxmayacağam dedi. O an ona çox əsəbləşmişdim. Sən demə, o gün məndən xoşu gəlibmiş. Sonradan Instagramda məni tapıb izləməyə başladı. Aylarla sadəcə məni izləyib tanımağa çalışırdı. Sonra bir storyaya verdiyi reaksiya və mənim verdiyim bir cavab və hər şey məhz o anda başladı. Bir gün məni kofe içməyə dəvət etdi. Mən də zarafatdan ancaq üzr istəsən gələrəm dedim. O isə gülümsəyib onsuz da üzr istəmək üçün çağırıram dedi. O gündən sonra saatlarla danışmağa, birlikdə zaman keçirməyə başladıq. Mən saatlarla danışa bilən biriyəm. O isə məni saatlarla dinləməkdən heç yorulmayan biri. Bəzən bir-birimizə çox bənzəyirik, bəzən isə tamamilə fərqliyik. Amma düşünürəm ki, sevgi biraz da budur. Bütün fərqliklərə baxmayaraq hər dəfə yenidən bir-birini seçə bilmək.